Dostlar, saniyələr dəqiqələri, dəqiqələr saatları, saatlar günləri, günlər ayları, aylar isə illəri apar. 2025-ci ildə bizim ömrümüzdən bir çox şey apardı. Həm pozitiv şeylər oldu, həm negativ şeylər oldu. Bu videoda sizə Azərbaycanda 2025-ci ildə olan ən önəmli 10 hadisəni sayacağım. Bu hadisələrin hamısını mən özümə görə sıralamışam. Siz ötüşməyib. Paytaxtın Sabunçu keçidi adlanan ərazisində tunelə su dolması nəticəsində 2 nəfər suda boğularaq ölüb. Mənim sizin üçün hədiyyəm var. İcazə verin onu təqdim edim. Zənnimcə bəyənəcəksiniz. Mənim 9 nəvəm var. İcazə versəniz hamısını götürərdim. Sizin 9 nəvəniz var. Mənə əlavə sikkə verin. Siz gözəl danışın. The latest COP climate conference is just getting underway in Baku in Azerbaijan. Bu bizim YouTube kanalımızın ilk videosudur, ilk videomuz. Biz artıq çoxdandır Azərbaycandan umuruq belə bir şeyləri. Elə o zamandan ki, İsrail rejimi ilə əlaqəyə girdi, Qəzza zolağını müdafiə etmədi, uşaqların qadın... Gəlirlərdən tutulan vergi qaydası dəyişir. Növbəti ildən gəlir vergisi fərqli formada tutulacaq. I92 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti 10 qəpik qaldırılıb. Xalq artisti Arif Babayev dünyasını dəyişib. Xanəndə bugün səhər saatlarında vəfat edib. Özünün dediyi kimi onun ölümü də tez və gözlənilməz oldu. Aktyor Azər Baxşay Sabir İmanovun ölüm anının videosu yayılıb. Görüntüyə görə o idman zalında oturduğu yerdə anidən yıxılaraq vəfat edib. Xəbər verdiyimiz kimi yanvarın 18-də Azərsun Holdingin prezidenti, Qarabağ Futbol Klubunun fəxri prezidenti Abdulbari Gözəl vəfat edib. 2025-ci il deyən kimi ağlıma gələn ilk şey COP29 iqlim konfransı idi və əlbəttə ki, Hikmət Hacıyevin Azadlıq Radiosunun müxbiri olan əla dialoqu. Yox, mən təəssüf edirəm ki, siz Azadlıq Radiosu olaraq birinci iştirak etdiyiniz konfransın mənə qədər tam mahiyyətini dərk etmişsiniz, çox üzr istəyirəm. Buna görə də Azadlıq Radiosunun əməkdaşları olaraq mən sizə tövsiyə edərdim ki, bir qədər iqlim mövzusunda təlimlərə də cəlb olunasınız və bu mövzunun mahiyyətini dərk edəsiniz. Biz burada iqlim konfransı, insan hüquqlarla əlaqədar mən sizə sualınıza cavab verə bilərəm. Bu tədbirdə Azərbaycan Respublikasından təkcə 200-dən artıq jurnalist iştirak edir. O cümlədən də Azərbaycan Respublikasında qeyri-qanuni fəaliyyət göstərməyinizə baxmayaraq, Azadlıq Radiosunun jurnalisti olaraq siz də iştirak edirsiniz. Bu deməkdir ki, Azərbaycan Respublikasında tam şəkildə qanunun aliliyi, o cümlədən də media azadlığı təmin olunmuşdur. Mənə görə ən önəmli ikinci hadisə Donald Trumpın İlham Əliyev və Nikol Paşinyanla Ağ Evdəki görüşü idi. Hər birinizə təşəkkürümü ifadə edirəm. Xüsusilə bu möhtəşəm liderlərə təşəkkür edirəm cəsarətlərinə görə. Onların adları tarix kitablarında həkk olunacaq və hər birinizlə bu prosesdə yaxından iştirak etmək mənim üçün şərəf idi. Minnətdaram. İndi sayacağım hadisə əslində 2024-cü ilin dekabrında olub. Lakin təfərrüatları və xəbərlər 2025-ci ildə gəldiyi üçün bu hadisəni də bura əlavə eləmişəm. Rusiya tərəfindən Azərbaycanın təyyarəsi vurulması, ekipaj üzvləri və vətəndaşlarımızın əfsuslar olsun ki, həlak olması. Прежде чем мы начнем работу, к сожалению, Başlamazdan əvvəl təəssüf hissi ilə bugün Aktauda baş vermiş faciə haqqında bir neçə kəlmə deməliyəm. Təyyarə qəzaya uğradı. Ölənlər və çox sayda yaralı var. Sizin adınızdan həlak olanların ailələrinə başsağlığı vermək və xəsarət alanlara tezliklə sağalmalarını diləmək istərdim. Səhər mən artıq praktik olaraq burada olan və təyyarənin Azərbaycan aviaşirkətinə məxsus olduğunu nəzərə alaraq Bakıya qayıtmağa məcbur olan Prezident İlham Əliyevlə danışdım. Əminəm ki, hər tərəfli araşdırma aparılacaq. 2025-ci ildə bir çox dünya ölkəsində ola bilməyəcək bir hadisə yaşandı. Sabunçu keçidində yağışa görə 2 nəfər həlak oldu. Sabunçu keçidi adlanan ərazisində tunelə su dolması nəticəsində 2 nəfər suda boğularaq ölüblər. Xatırladaq ki, həmin tuneldə Ford markalı avtomobil də batıb. Su basmaya məruz qalmış tuneldə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Faziloğlu'nun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Rusiya tərəfindən Azərbaycanın təyyarəsinin vurulmasından sonra Azərbaycanla Rusiya siyasi münasibətləri belə desək suya düşdü və Rusiyada Azərbaycan vətəndaşları, Azərbaycanda isə Rusiya vətəndaşları sıxıntılar yaşadı. Ən böyük sıxıntını isə Sputnik Azərbaycan işçiləri yaşadı. Rusiya ilə siyasi münasibətlərimiz də suya düşdü, İranla siyasi münasibətlərimiz də suya düşdü. Belə ki, İran Azərbaycan sərhədinin yaxınlığında hərbi təlimlər keçirməyə başladı və daha sonra Azərbaycan tərəfindən müxtəlif TV kanallarından tənqid edici açıqlamalar göndərdi. Belə ki, Azərbaycan vətəndaşları da İran rejiminin tənqidlərinə tənqidlərlə cavab verdi. Heç hazırda da İranda vəziyyət yaxşı deyil. Ümid edirik ki, hər şey bütün dünya üçün yaxşı olur. Azərbaycan bizə doğmadır. Necə olur ki, mən ora gedib heç bir razılaşmaya nail ola bilməyim? İsrail bunu bacarır. Biz isə əlaqə yarada bilmirik. Bu sözləri İran prezidenti Məsud Pezeşkiyan Azərbaycanla münasibətlərdən bəhs edərkən deyib. Deməli nə baş verib? İranın nüvə alimlərini, yüksək rütbəli zabitlərini bir-bir aradan götürən İsrail, zənginləşdirilməyə çalışdıkları nüvə obyektlərini hədəf alan İsraillə Birləşmiş Ştatlar, amma günahlandırılan və ittiham olunan Azərbaycan. Mən deyə bilmərəm ki, onlar qardaşlarımızdır, səhv elədilər falan. Hökumətdən danışmıram, amma bunu çox dəqiq təkidlə demək istəyirəm. Mən qətiyyən hökuməti nəzərdə tutmuram bu məsələdə. Qardaşlarımızdılar. Azərbaycan xalqı bizim qardaşlarımızdılar. Onlar bizim vətənimizdə bizim vətəndaşlarımızı öldürüblər, bizim uşaqlarımızı öldürüblər. 2025-ci ilin ən sərt hadisələrindən biri də Ramiz Mehdiyevin Boz kardinalın vətənə xəyanət və digər ağır maddələrlə ittiham olunması oldu. Prezident administrasiyasının sabiq aparat rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətin detalları məlum olub. APA-nın etibarlı mənbələrə istinadən verdiyi məlumata görə Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib. Nəinki 2025, hər ilin gündəm mövzusu olan taksi mövzusunda biraz daha çox dəyişikliklər yaşandı. Belə ki, buraxılış kartı, buraxılış vəsiqəsi, taksilər üçün təlimlər başlandı və bunların tətbiqinə başlandı. Amma taksi problemi həm taksilər üçün, həm də müştərilər üçün hələ də davam edir. Bəziləri saatlarla, bəziləri isə günlərlə gözləyir. Səbirləri tarıma çəkilən sürücülər gah sükuta bürünür, gah da narazılıqlarını dilə gətirirlər. 2025-ci ilin sonlarına doğru bir çox ailədə sevinc yaşandı. Belə ki, Konstitusiya və Suverenlik ili münasibəti ilə İlham Əliyev amnistasiya aktı imzaladı. Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. İli yekunlaşdırana yaxın nə oldu? Maaşlara gəlir vergisi, yanacağın qalxması, kommunal xidmətlərin qalxması, ümumi inflyasiya. Belə ki, 2025-ci ilin sonunda at ili gəlməmiş, qiymətlər artıq atın belinə minmişdir. Dostlar, mənə dəstək olmaq üçün və videolarımı davam eləmək üçün kanalıma abunə olmağı, videomu bəyənməyi və dəyərli fikirlərinizi mütləq aşağıda yazmağı yaddan çıxarmayın. Sağ olun, salamat qalın. Hamınızı sevirəm.